iki dənə coğrafiya var. Bir uğurun coğrafiyası, bir də xoşbəxtliyin coğrafiyası. Uğurun coğrafiyasında məkan zaman rol oynayır, yoxsa yox? Oynayır. Yəni Amerikada Bostonda dünyaya gəlmiş biri ilə, Azərbaycanda ucqar bir kənddə dünyaya gəlmiş biri ilə uğura çatma şansı nə qədər eynidir? Fərq var, yoxsa yoxdur? Və yaxud da zaman və məkanın, ümumiyyətlə zamanın uğurda rolu var, yoxsa yoxdur? Uyğun zaman və uyğun məkan bir çox halda bizim uğura çatmağımızı həll eləyir, düzdür? Ancaq xoşbəxtliyin coğrafiyası bu cür deyil. Sən ola bilər ki, həmən o Bostonda yaşayırsan, uğura çox yaxınsan, ancaq xoşbəxtlikdən bir o qədər də uzaqsan. Afrikada o qədər mən sadə həyat şəraitində yaşayan insanlar görürdüm ki, o problemin içində insanlar adamın üzünə gülür. Orada piqmey tayfası var. Mən onlar barəsində bir əsər yazmışam. Mən yeməli deyiləm. Deməli, bu piqmeylər dünyanın ən balaca boylu xalqlarıdır. 1 metr 50 santadan boyları yuxarı qalxmır. Bunlarda hələm də padşahlıq sistemidir. Uzun illər yerli xalqlar tərəfindən ovlanıblar. Avropanın muzeylərində, araşdırma institutlarında təcrübələr keçiriblər. Zoo parklarında bunlar bir primatların növü kimi bunlar yaşayıblar. Yəni həyatda xalq olaraq hər növ travmanı bunlar yaşayıblar. Mən o tayfanın içərisində olanda onlar bizi rəqslə qarşılayırdılar. Gəldilər, başladılar oynamağa. Padşahı ilə ünsiyyət elədim. Şəkər paylamısınız hətta. Onlara şirini payladım. Yəni baxıb görürsən ki, insanlar bir balaca şəkərlə xoşbəxt olmağı bacarırlar və bizim faydalandığımız maddi rifahdan demək olar ki, faydalanmırlar. Ancaq adamlar xoşbəxtdirlər. İntiharlar barəsində maraqlanırdım ki, bunlardan kimsə intihar eləyibmi? İntihar demək olar ki, onlar içərisində yoxdur. Bizim müasir modern dünya üçün aktual olan intihar mövzusu bunlar üçün aktual deyil. Deməli, xoşbəxtliyin coğrafiyası yoxdur. Uğurun coğrafiyası ola bilər. Hansısa bir istedadın üzə çıxmasının coğrafiyası ola bilər. Sən papaq altında qalarsan, elə o cürdə dünyadan gedərsən. Ancaq həyatın mənasının, səadətin, bunun coğrafiyası yoxdur.